Siz bilirsiniz ki, Ramiz müəllim bizim ulu öndərimizin ən yaxın silahdaşlarından biri olub. Mənim yaxşı yadımdadır, hələ 90-cı illərin əvvəllərində, daha doğrusu 91-ci ildə Azərbaycanda dövlət müstəqilliyi haqqındakı konstitusiya aktı qəbul olundu və sonradan o referendum yolu ilə təsdiq olundu. 1993-cü ilə qədər demək olar ki, Azərbaycanda nəinki hüquqi dövlət quruculuğu sahəsində, bütövlükdə dövlət quruculuğu sahəsində demək olar ki, addımlar atılmadı. Çox təəssüf edici bir halda və onun əvəzində ölkədə vətəndaş müharibəsi təhlükəsi, ölkədə xaos, anarxiya, bax, təəssüf edirəm, belə bir hallar yarandı və 93-cü il iyun ayının 15-də Qurtuluş günü ulu öndərimiz yenidən hakimiyyətə dəvət olundu və bundan sonra artıq Azərbaycanda dövlət quruculuğu prosesi başlandı. Bax, belə bir dövrdə 1993-cü ildə Ramiz müəllim əvvəlcə şöbə müdürü prezident administrasiyasında, 1995-ci ildə isə administrasiyanın rəhbəri seçildi. Və o dövr üçün Ramiz müəllim kimi çox qabiliyyətli, həddindən ziyadə dövlətçilik təcrübəsinə malik olan bir insanın administrasiya rəhbər təyin olunması olduqca vacib bir addım idi. Və mən hesab edirəm ki, ulu öndərin bu addımı sonradan doğrudan da özünü çox yaxşı mənada, çox yaxşı doğrultdu. Və mənim yaxşı bir şey dediyim, 1995-ci ildə Azərbaycanın ilk milli konstitusiyası qəbul ediləndə, o vaxt ulu öndərimizin 95-ci ilin may ayında xüsusi fərmanı ilə böyük bir komissiya yaradıldı, Konstitusiya Komissiyası və həmin komissiyanın sədri ulu öndərimiz özü idi və hörmətli Ramiz müəllim də həmin komissiyanın üzvü, eyni zamanda komissiyanın tərkibində işçi qrupunun rəhbəri idi. Yəni biz hər həftə dəfələrlə Ramiz müəllimlə görüşürdük, cənab prezidentin verdiyi tapşırıqları deməli orada araşdırırdıq, öyrənirdik və cənab prezidentə məruz olunurdu bunlar. Mən nə demək istəyirəm? Demək istəyirəm ki, bütün bu müddət ərzində Ramiz müəllim həqiqətən çox bilikli, çox savadlı, yəni akademik səviyyədə məsələlərə münasibət bildirən bir insan kimi mən onu orada tanıdım. Və eyni zamanda onu da qeyd edim ki, Ramiz müəllim çox sədaqətli bir insandır. Həm dövlətimizə, həm prezidentimizə, xalqımıza. Bu bilirsiniz, bəzən olur ki, insan sədaqətli ola bilər. Amma onun gördüyü iş ilə o sədaqət arasında bəzən mütənasiblik olmur. Ramiz müəllim həm gözəl təcrübəsi var idi, həm biliyi var idi, həm də o sədaqəti bununla birləşəndə, indi görün, bax, bugünkü Azərbaycanın belə bir formaya gəlib, belə bir səviyyə gəlib çıxmasında həqiqətən belə silahdaşlara çox böyük ehtiyac var idi və Ramiz müəllim bunu dəfələrlə sübut edir. Eyni zamanda mən qeyd eləmək istəyirəm ki, Ramiz müəllimin, mən bayaq qeyd elədim, dövlətimiz, xalqımız qarşısında böyük xidmətləri olub və bu xidmətlərə görə Ramiz müəllim 2008-ci ildə İstiqlal ordeni ilə, 2013-cü ildə Şərəf ordeni ilə deməli təltif olunub və mənim bir şey də yadıma düşür. Yadınızdadırsa, ulu öndərimiz rəhmətə gedəndən sonra müəyyən qrup qüvvələr, xüsusilə Rəsul Quliyev Birləşmiş Millətlərdə, üzr istəyirəm, Amerika Birləşmiş Ştatlarında yaşayarkən və Azərbaycana gəlib burada bir çevriliş eləmək istəyirdi. Bu sizin yadınızdadır 2005-ci ildə və bu hadisələrin qarşısının alınmasında möhtərəm prezidentimiz çox qəti addımlar atdı və Azərbaycanda onun kimilər və ona himayədarlıq eləyən bəzi qərb dövlətlərin niyyətləri həyata keçmədi. Bax, belə bir vəziyyətdə Ramiz müəllim də sözsüz ki, prezidentimizin rəhbərliyi altında sözün hər bir mənasında mən deyərdim ki, öz sədaqətini göstərdi və bu, deməli, təxribatın qarşısını aldılar. Yeri gəlmişkən mən bir məsələdə toxunmaq istəyirəm. Azərbaycan tarixinin, Azərbaycan xalqının, belə deyək, həm keçmişi ilə bağlı, bu günü ilə bağlı, ümumiyyətlə Azərbaycanda gedən siyasi proseslərlə bağlı Ramiz müəllimin xeyli elmi tədqiqat əsərləri var. Ramiz müəllim bilirsiniz ki, akademikdir və bu baxımdan onun Azərbaycan xalqının etnogenezi ilə bağlı, Azərbaycan xalqının tarixi ilə bağlı tarixi fəlsəfi əsərləri çox qiymətli əsərlərdir və mən bilirəm ki, o əsərlər bu saat bütün ali məktəblərdə dərs vəsaiti kimi tədris olunur. Eyni zamanda bir məsələni də xüsusi qeyd eləmək istəyirəm. Ramiz müəllim möhtərəm prezidentimiz İlham Əliyev cənablarının da yaxın silahdaşlarındandır və administrasiyanın rəhbəri kimi prezidentin fəaliyyətinin təşkil olunmasında çox böyük əməyi vardır. Bilirsiniz ki, prezident administrasiyası dövlət orqanlarının fəaliyyətini bir növ əlaqələndirən bir təşkilatdır və əlbəttə bu çox mürəkkəb, çətin bir təşkilat olsa da Ramiz müəllim bunun öhdəsindən çox qabiliyyətlə, çox ləyaqətlə gəlir və bu günə qədər də bu fəaliyyətini davam etdirir. Və Azərbaycan xalqına qarşı ermənilərin, dünya erməniliyinin
və üstəgəl onlara himayədarlıq edən bəzi dövlətlərin Azərbaycana qarşı o pis niyyətli hərəkətlərinin qarşısının alınmasında Ramiz müəllim həm siyasi nöqteyi nəzərindən, həm də elmi nöqteyi nəzərindən onların tutarlı cavablarını verib və bu gün də o deməli hələ bu əsərləri yazmaqda davam edir və mən əminəm ki, bundan sonra da hələ onun çox əsərləri işıq üzü görəcək. Bütövlükdə mən nə demək istərdim? Ramiz müəllimə mən hər şeydən əvvəl can sağlığı arzulamaq istəyirəm. Ramiz müəllim bu dövlət üçün, xalqımız üçün, prezidentimiz üçün həmişə sədaqətli bir insan olub və arzu edirəm ki, uzun illər arzu edirəm mən ona və arzu edirəm ki, bundan sonra da işləsin, yaşasın, yaratsın və xalqımız üçün, dövlətimiz üçün, prezidentimiz üçün gərəkli olan nə varsa hamısını da etsin. Bir məsələni də xüsusi olaraq qeyd eləmək istəyirəm. Bilirsiniz ki, Ulu Öndərimiz, müasir dövlətimizin qurucusu Ulu Öndərimizin ən mühüm, ən böyük xidmətlərindən biri də Azərbaycançılıq ideologiyasının təsdiq etməsidir. Bilirsiniz ki, Ulu Öndərimizin çox həmişə sevdiyi bir ifadə var idi. Mən fəxr edirəm ki, həmişə fəxr edirəm ki, Azərbaycanlıyam. Yəni, bu fəlsəfənin arxasında həqiqətən çox böyük bir fikir dayanır. Bax, bu fikrin cəmiyyətdə formalaşmasında, bu fikrin elmi fəlsəfi əsaslarının möhkəmləndirilməsində də Ramiz müəllimin çox böyük əməyi var. Mən bilirəm ki, bundan Azərbaycançılıq ideologiyası ilə, multikulturalizmlə, tolerantlıqla bağlı Azərbaycan cəmiyyətində artıq özünü təsdiq etmiş, yəni Azərbaycan xalqının, belə deyək, bir həyat fəlsəfəsinə çevrilmiş, bizim həyat obrazımıza çevrilmiş bu ideologiyanın deməli, çox geniş cəmiyyətimizdə, xalqımız arasında geniş təşəkkül tapmasında Ramiz müəllimin də böyük xidmətləri var. Çünki bununla əlaqədar onun bir neçə çox fundamental elmi fəlsəfi əsərləri var və bu əsərlərində də Azərbaycanda kök atmış bu multikulturalizmin anlayışının nə olduğu, eyni zamanda bu anlayışın, bu prinsipin Azərbaycan dövlətçiliyinə nə verməsi və bilirsiniz ki, multikulturalizm bu saat Azərbaycanın brendi hesab olunur. Və bütün dünya ölkələrində artıq belə bir təsəvvür var ki, Azərbaycan nümunəsində bu nə deməkdir və hətta mən sizə deyim ki, Azərbaycan nümunəsini öyrənən ölkələr də var ki, necə olur ki, Azərbaycan kiçik bir dövlət, özdə müsəlman dövləti, bax, belə bir multikulturalizm prinsipini özündə həyat tərzinə çevirə bilir. Bu, əlbəttə, birinci növbədə möhtərəm prezidentimizin, hörmətli birinci xanımız Mehriban Əliyevanın deməli, fəaliyyəti ilə bağlıdır. Çünki onlar gündəlik həyatlarında bu prinsipin daha dərinə işləməsində öz fəaliyyətlərində bunu dəfələrlə sübut ediblər və bilirsiniz ki, Azərbaycanda keçirilən müxtəlif forumlar, yəni multikulturalizmə həsr olunmuş forumlar bunun bir daha əyani sübutudur və xarici ölkələrdən gələn insanlar da, dövlət xadimləri də, siyasi xadimlər də görürlər ki, Azərbaycanda doğrudan da bu prinsip artıq həyat tərzinə çevrilibdir. Burada müxtəlif konfessiyaların, yəni dini konfessiyaların nümayəndələri bir yerdə çox rahat yaşayırlar. İstər müsəlman icması olsun, xristian icması, yahudi icması, hətta katolik kilsəsinin, Roma kilsəsinin burada nümayəndəsi də fəaliyyət göstərir və onlar çox mehriban şəraitdə, çox dostcasına fəaliyyət göstərirlər. Bu da bir daha onu deməyə əsas verir ki, Azərbaycan xalqı sülhsevər xalqdır. Yəni, ermənilərin təbliğat apardığı kimi yox, amma əslində hamının da gördüyü kimi Azərbaycan xalqı sülhsevər xalqdır, biz sülhün tərəfdarı, biz istəyirik bütün dünyada sülh olsun. Bütün insanlar dinindən, cinsindən, dilindən asılı olmayaraq hamı bərabər bir ailə kimi yaşasın. Hesab edirəm ki, Azərbaycan bax bu gözəl bir modelin, nümunənin artıq modelini veribdir dünyaya və dünya bundan da istifadə edə bilər. Və bu modelin Azərbaycanda formalaşmasının elmi, fəlsəfi əsaslarının möhkəmləndirilməsində də Ramiz müəllimin əsərlərinin çox böyük deməli faydası vardır.